yurt içi ilə rastlaşanlar və həyatının ən gözəl atalı, analı, bacılı, qardaşlı keçirdiyi o günləri yada salan əraziyə gələrkən insan qeyri-adi dərəcədə özün xoşbəxt hiss edir. Həm də ən əsası, inanın ki, ayaqlarım bu torpağa dəyəndə aldığım enerjini, özümü o hiss elədiyim o gücü heç bir yerdə ala bilmirəm. Birinci dəfə gələndə özümdən asılı olmadı, əhd eləmişdim torpaqdan öpüm, amma sonra gördüm ki, torpağı yemişəm. Onu sonra hiss elədim torpağı yediyimi. Böyrümdən gördülər, gəldilər, çıxartdılar. Çox ağır idi sənə deyim ki. Çox ağır idi o birinci dəfə gəldiyim zamanlar dövr. Mənim üçün bu qeyri-adi dərəcədə böyük bir sevinç və xoşbəxtlikdir. Mən bu kəndin ən sadə, bu kənd üçün canından keçməyə və hər şeylə keçməyə hazır olan adi bir mərzili balasıyam. Sadə bir ailədə böyümüşəm. Mənim həyatım demək olar ki, əsas etibarilə aprel ayına qədər kəndimizdə, amma aprel ayından sonra fermalarda yazlığa həvəsləyən, qaçan, quzuların yanına oradan ötürü darıxan bir sadə kəndli balasıyam. Amma eyni zamanda elmə son dərəcə həvəsli bir uşaq olmuşdum və uşaqlıqda da həmişə böyüklərin yanında daha çox olduğuma görə bəlkə də yaşımdan daha tez böyümüşdüm. Ona görə ki, onların söhbətindən doymazdım. Bəzən də sizə deyim ki, nənələrimin, ondan sonra ağbirçəklərin yanında olurdum. Həm onların dediklərini mənimsəyirdim, götürürdüm. Çox səbirlə onlara qulaq asırdım. Amma həm də o yaşlı ağsaqqal kişilərin falan heyranlıqla onlara qulaq asırdım və kəndimizin ən qədim dövründən başlayaraq baş verən ən maraqlı hadisələri onlar danışırdılar. Mən də sinə dəftər yığırdım onları və əvvəl elə bilirdim ki, bu artıq məsələlərdir, başıma doldururam. Amma zaman keçdikcə gördüm ki, bu torpağın nurla dolmuş insanlar bizim tərbiyəmizə, mənim dünya görüşümə nə qədər güclü təsir edibdi və adətən həm bir yaşlı, kübar, oturuşun, duruşun bilən adamları, qadın və ya kişi görəndə dərhal onlar yadıma düşür. Həm də tərbiyəmdə onların oynadığı rolu minnətdarlıqla yad eləyirəm və rəhmətlə də onları anıram. Bu kənddə böyüklük institutu, ağsaqqallıq, ağbirçəklik, kəndə mənəvi mənada rəhbərlik eləmək, liderlik eləmək köklü bir adətlərdən olub. Bir nəfərin sözü bir el-obaya bəs olan bir yer olub Mərzili. Bax, istəyərdim onu xatırlayaq. Bu kəndin çox maraqlı adətləri vardı. Bu adətlərdən biri ağsaqqal və ağbirçək yerin bilmək, onların yanında artıq danışmamaq, özünü yığışdırmaqdan ibarət idi. İnanın ki, bəzən, məsələn, rayonda gedib yaşayan və işləyən, yaxud Bakıda yaşayanlar, orada hansısa bir səhv hərəkətə yol verərkən, ağsaqqallar eşidirsə, dərhal həmin adamın əmisinə, dayısına, atasına, bibisinə və s. şikayət eləyirdi ki, bu necə tərbiyədir? Oğluna Bakıda gördük, bizə yaxşı salam vermədi və yaxud da filan hərəkəti səhv elədi və yaxud da bu cür geyinmişdi. Və beləcə əslində o ağsaqqallar və ağbirçəklər həm də bir nəzarət edici funksiya yerinə getirirdi və adamlar özlərini düzəltmək məcburiyyəti qarşısına qalırdılar. Çünki kəndə gələndə dərhal səni danlayırdılar ki, bəs sən filan cür hərəkət eləmirsən, orada da bunu görüblər. Və həm də ən əsas sizə deyim ki, onlar qan barışdıran, yatırdan, küsülləri barışdıran, çox ağır məsələləri belə həll eləməyə qabiliyyəti çatan adamlarıdır. Ona görə buna çatırdı ki, onlar da vaxtı ilə elə böyük adamları, yaşlı insanları və onların adamlara belə münasibətin gördüyünə görə bu ənənə davam eləmişdir. Bir də bilirsiniz, o insanlarda gözü könlü toxluq, vicdanlılıq, haqq və ədalət əsas prinsiplərdən biri idi. Bəzən çox qəribədir ki, onlar öz qohumlarını belə kəskin danlamaqdan, günahı onda bilməkdə çəkinmirdilər. Və bu da onlara olan inamı artırırdı. Hamı əmin idi ki, o yalnız haqqı deyəcəkdir, ədaləti deyəcəkdir. Bəzən iki sevən gənci valideynləri hansısa bir səbəbdən verməkdən imtina eləyirdilər. Nə qədər vəzifəli adamlar vardı, gəlirdilər, amma yox deyirdilər. Bu ağsaqqallar gedəndə isə qalırdılar belə,
ki bunları artıq imtina eləmək bunlardan mümkün değildi və belə bir işdə görürlər. Amma ən maraqlısı o idi ki, onların bu ağsaqqalların məsləhət bildiyi, elçiliyə gəldiyi, bəzən də qız və ya oğlan valideynləri məcbur elədiyi gənc ailələrin sonraki taleyi də Allahın işi idi ki, xoşbəxtliklə nəticələnirdi. Yaxşı ailə olurdu, uğurlu ailə olurdu və ona görə də ağsaqqal və ağbirçəyə hədsiz dərəcədə inam var idi. Kətdə əlbəttə xeyli hissəsi qohumun yaxşıdırsa niyə başqasına qismət olsun? Nöqsanı varsa kənar adam niyə bilsin təfəkkürü ilə evlənənlər də çox idi insaf naminə. Mənim yaşımdan tanıdığım çox dəyərli ağsaqqallar vardı. Bu ağsaqqalların içərisində Həsən Ali kişi, Cəmil Boranoğlu, Qoca dayı, eyni zamanda Əhəd Abdullayev, Bəşir kişi və digər çoxlu sayda belə ağsaqqallar var idi. Mən sizə bir maraqlı cəhəti də deyim ki, belə ağsaqqallar və ağbirçələr bəzən 6 oğlu vardı. Onları ayrıca ev tikmir. Deyir, yox, ayrılmaq olmaz. 2 böyük ev tikirdi, hamısını yığırdılar ora və hamı da orada qalırdı. Məsələn, maraqlıdır ki, belə ailələrin birində mən yaşamışam. Hətta birinci sinifə qədər də bizim ailə belə demək olar ki, 5 qardaş bir yerdə yaşayırdılar. Ən maraqlısı bu 5 ailədə həm əmimgil, onların həyat yoldaşı, uşaqlara çəkilən yemək idi. Bilirsiniz, bu necə maraqlı bir səhnə idi. Mən bu səhnəni yalnız sonralar Kitab-ı Dədə Qorqudu və Oğuznaməni oxuyandan sonra başa düşdüm. Çünki orada əslində o 24 Oğuz boyunun hansı hissəsinə, ətin hansı hissəsi veriləcəkdi, əvvəldən bilinirdi. Da çömçəni belə salanda kimə hansı tikə gəlirdi onu vermək deyilən bir adət yox idi. Ona görə bizdə də yadımdadır ki, məsələn bir neçə toyuq pişiləndə bilirdi ki, böyük əmiyə, böyük əmmin yoldaşına və s. hansı tikə verəcəkdir. Amma tam səmimi deyirəm, ən yaxşı tikənin birini mənə verirdilər. Kiçik olsam da babalarının və atalarının adını mənə qoyduqlarına görə həmişə məni əzizləyirdilər və yeməyin də yaxşısını verirlər. Nənəm də özünün həyat yoldaşının adı qoyulduğuna görə mənə xüsusi bir münasibət verdi. Bir məsələni də deməsəm doğru olmazdı. Gəlinlərin içərisində nisbətən kənar məhəllədən olduğuna görə rəhmətli mənim anama adətən toyuğun misal üçün quyruğum, boğazım və s. verərdilər. Sonra da biz böyüyəndə də nə qədər o bir tikanını verəndə də deyirdi ki, yox, ən ləzzətlisi bu hissədir. Çünki gəlin vaxtından da, bax o tikədən o qədər yemişdi ki, biz də bunu həmişə zarafatla deyirdik və sizə deyim ki, bu qədər çox ailə, uşaq bir yerdə yaşamağımıza baxmayaraq son dərəcə mehriban idik. Biz yalnız axşam yatanda əmimiz uşaqlarından ayrılırdıq. Doğmalar kimi olurduq. Bəzən də yuxuya gedəndə heç qoymurdular, ailə deyirdi dəymə. Üstümüzü örtürdülər, deyirdi səhər tezdən dərsə gedəndə buradan gedər. Sumkasının planını gətirirlər ki, buradan da belə yola salın. Yəni bu qədər mehriban olmuşduq. Mən yalnız birinci sinifdə oxuyanda getdim məktəbə gəldim ki, bizə dedilər ki, artıq sizin eviniz budur. Təəccüb qaldım, dedim, necə yəni budur? Bəs nənəm hardadır? Çünki nənəm o qədər çox istəyirdim ki. Nənəm harda qalıb? Evi göstərirlər. Dedim, yox, mən nənəmlə qalıram. Bir də bölünəndə bir camış vardı. Onu hədsiz dərəcədə çox sevirdim. Dedim, camış bunu. Dedilər, o böyük əmin gələcək. Dedim, yox, ola bilməz, o bizə düşməlidir. Gətirdiniz? Əlbəttə, gördülər ki, çox dirənirəm, əl çəkmirəm. Bizə düşən başqa bir inəklə o camışı dəyişdilər və onu bizə verdilər ki, yaxşı. Mənə də atam dedilər ki, atamın xətrinə dəymən, verin ona. Mənim anadan olduğum, uşaqlığımı keçirdiyim, iməklədiyim, orta məktəbə getdiyim həyat sonralar qərara gəldik ki, artıq ora sığmırıq. Çünki təkcə biz yox, əmimgilin uşaqları da böyümüşdü. Oradakı həyatımız darız qaldı və qərara gəldik ki, yeni məhəllə götürək. Ona görə rəhmətlik Cəmil əmimin uşaqları qərara gəldi ki, bax bu yeni ərazidə burada məhəllə götürək. Mən də xeyli belə yer götürmüşdüm. Şəkildə də siz görə bilərsiniz, traktorla buranı düzəltdirirdim. Mən onda zamanında orta məktəbdə müəllim işlədiyim Şiraslan müəllimlə bir yerdə dayanmışdıq və buraları düzəltdirdik. Həm buranı düzəltdirdik Səadət xanım, həm də aşağını belə düzəltdirdik. Yəni həm hündürlükdəki, həm aşağıdakı ərazi əlbəttə, sizin götürdüyünüz. Bəli, ancaq mənə məxsus idi. Ora bacımgilin evi idi.
Bacım sonra orada ev tikdirdilər. Bax bu əmim oğlu İdrisgilin evi idi. O əmim oğlu Rafiqgilin evi idi. Onun böyründəki onun bacısı əmim qızı Kifayətgilin evi idi və s. Yəni qohum əqraba yeni bir yerə köçdü. Həm də tək olmamaq üçün ağsaqqallar bildirdilər ki, hamınız bir yerdə olun. Bir-birinizə hayan olun. Gecələr lazım olanda uzaqdan gəlməyin. Çünki bizim evlə buranın arası 5 dəqiqəlik yol olmağına baxmayaraq deyirlər ki, yox, uzaqdır. Siz orada tək ola bilməzsiniz. Və burada da yaxşı bağlar salmışdıq. Əmim uşaqları gözəl evlər tikmişdilər. Mənə də ev tikəndə dedilər ki, sən evi neyirsən? Deyir, burada bizim evimiz burada. Sən də Bakıdan gələndə onsuz da bu qədər evin var. Artıq universitetdə işləyirdim. Buranı düzəltdirib getmişdim. Ən əsası Səadət xanım, mən burada imkanlarımdan istifadə edərək bax bu ərazidə bir artezyan qazdırmışdım. Və bu artezyanın suyunu da həm özümüzün burada saldığımız bağla bərabər bacımgil də istifadə edirdi. O biri tərəfdə əmim oğlu gillər. Sonra yolun o biri tərəfində Yahya dayıgil vardı, rəhmətlik. Onlara da demişdim ki, suyu növbə ilə öz aranızda razılaşın, gündə biriniz aparın. Və onlar da insafən aparırdılar, özləri bölmüşdülər kimə hansı günü vermək lazımdır. Sözün açığı bura həm də kəndin demək olar ki, qutaracağı idi. Çox gözəl havası vardı. Və bizim bax evin o dərənin o biri tərəfində isə kolxozun tamamilə üzüm bağları idi. İndi o boş görünən ərazilər. Tamam bax o boş görünən ərazi bəli, tamamilə üzüm bağları idi və o üzüm bağlarından da əsər əlamət qalmayıb. Ermənilər tamamilə onu söydülər, onun dirəklərini daşıdılar, apardılar və bəzən də xarici ölkədən gələn adamlar onu pulla alıb aparmışlar. Bir hissəsində ermənilər sonralar başqa ərazilərdə səngər qazanda istifadə eləmişdilər. Qohum əqrabanın tikdiyi evlər də görürsünüz ki, hansı günə salıbdılar. Bu evlərin də qalmasının səbəbi odur ki, onlar yerli, demək olar ki, Mərzili kəndinin özündən çıxan materiallar idi. Daş aşağıda çaylaq deyirlər. Vaxtı ilə su gəlmişdi, Xublar çayı. O çaydan yığılan daşlar idi. Eyni zamanda bizim orada Şühralı deyilən bir ərazi var. Çox gözəl daş çıxırdı. Nazik daşlarıdır, amma möhkəm daşlar idi. O daşlardan istifadə edirdilər və beləliklə biz də gəldik. Bax bu durduğumuz yerdə fikrim vardı ki, mən də kəndimizdəki evlərə bənzər böyük yox, amma rahatlığı olan bir ev tikim. Gələndə orada qalmağa, amma tam səmimi deyirəm. Nə atamgil, nə də əmim uşaqları gələndə onsuz da burada imkan vermirdilər. Bacımgil ki, nə danışsam mümkün deyil. Əslində o qədər mehribançılıq vardı ki, hansının evinə gec gedəndə xətrinə dəyirlər ki, bizə nə oldu, niyə bizim çayımızı gecikdin? Ona görə heç bu ev tikmək sonra da özümün də həvəsim olmadı ki, hamısı evim buradadır da, bunlar mənim evimdir. Bu ağaçlar əkilmişdi, özüm qəsdən burada bərabər düzəltdirmədim ki, ikinci endirməli olsun. Bu hissədə daha çox yonca əkilmişdi. Bir də yoncaların arasında ağaçlardı. Aşağı tərəfdən isə demək olar ki, bütün meyvə ağaçları cərgə ilə, hamısının da dibinə suyu açanda bir tərəfdən özləri su gedirdi, başa gəlirdi, sonra qaydırdı belə, sonra da bir də təzdən qaydırdı. Belə bir də onun başında adam durub suyu axıtmağa ehtiyac qalmırdı. Çox səliqəli şəkildə bir bağ salmışdıq. Təəssüf ki, onu da ermənilər uçurdu, dağırdı. Amma bunların heç birisi mənə təsir eləmir. Bir haldakı torpağımıza qayıtmışıq. İnşallah güman eləyirəm ki, biz yenidən onları bərpa eləyə bilərik. Çünki torpaqdan qiymətli heç nə yoxdur. İnsan hansısa səbəbdən gedib çox işləyib, var dövlət qazana bilərsən, evi birə sündür mərtəbəyə tikə bilərsən, amma torpaq doğmur və doğulmur. Onu yenidən hardansa almaqla doğma torpağa, bizi oraya bağlayan o xatirələrlə dolu olan bir torpaq əldə eləmək mümkün deyil. Ona görə də bura bizim üçün qiymətli bir yerdir. Ən böyük arzumun biri icazə versinlər, imkan düşsün. Bir dənə burada mən qədim türk ənənəsinə uyğun olan, zənginliyin bildirən bir çadır qurub yaşamaq istəyirəm. Dostları, qohumları burada o çadırda qəbul edeyim. Bundan böyük bir səadət mənim arzum yoxdur. Ağdamın özünə məxsus xüsusiyyətləri və tarixi olan kəndlərdən biri Mərzili kəndidir. Sizə deyim ki, bu kəndin yaxınlığında aparılan təsadüfi qazıntı nəticəsində küp qəbirlər tapılmışdı. Məlumdur ki, küp qəbirlər eramızdan əvvəl 2-1-ci əsrlərdən eramızın 1-ci, 2-ci əsrlərinə qədər. Hətta bir sıra tədqiqatçılar onu
İslamın qəbul edilməsinə qədər mövcud olduğunu göstərirdi. Yəni Mərzili çox qədim tarixə malikdir. Təəssüf ki, keçən yüzilin 80-ci illərin əvvəllərində arxeoloji qazıntılara başlamaq istəyirdilər, lakin erməni işğalları təəssüf ki, o dövrdə yaranmış vəziyyət buna imkan vermədi. Amma bir tarixçi kimi 18-ci yüzilin əvvəli, o cümlədən də 19-cu əsrdə Mərzili kəndinin tarixi ilə bağlı xeyli yazılı qaynaqları araşdırdım. O cümlədən də 1823-26-cı illər olsun, 30-cu illər, 40 və s. illərdə, o cümlədən də 1886-cı ildə kameral siyahı almalar vardı və bu kameral siyahı almalarda məlum olur ki, əslində Mərzili kəndi tarixən burada vaxtilə Cavanşir tayfasına mənsub olan ərazi olmuşdu. Sonradan xanlıqlar yaranarkən buranı Mehdiqulu xan özünün yaxın adamlarına vermişdi. Onun bir hissəsi də Cəfərqulu ağa və İsmail bəyə. Ona görə də burada 3 Mərzili kəndi olub. Birinci Mərzili və yaxud da əsas Mərzili də deyirlər. Cəfərqulu ağa Mərzilisi, bir də İsmail bəyli Mərzilisi. Çox maraqlıdır ki, qeyd olunur ki, burada 9 tayfanın cəmləşdiyi bir cəmaat, eyni zamanda 28 tayfa, bu 28 tayfadan ayrılan 40-a qədər tirələr və yaxud da sonralar bu məhəllə kimi də adlanır, məhəllələr olmuşdur. Heç bir məhəllə və tiriyə mənsub olmayan, tarixi proses nəticəsində başqa ərazidən gəlib burada yaşayan 50-yə qədər də ailə olmuşdur. Məsələn, deyək ki, Şirvandan xüsusilə köçürülən, özdə onlar Cəyirli tayfasından bir hissəsi idi. Saybalı olsun və digər xanlıqlardan olsun, adamlar yaşamışlar. Ümumiyyətlə, bu kameral siyahı almalardan aydın olur ki, 19-cu əsrin ortalarında burada o 28 tayfa və bir cəmaat 40-a qədər tirədən təxminən 1086 adam yaşamışdır. Bu o dövr üçün böyük rəqəmidir. Yer gəlmişkən deyim ki, 1886-cı il siyahı almasında burada artıq 1600-dən çox adamın olduğu dəqiq məlumdur. Həm də adamların adı, soyadı, eyni zamanda onların nə qədərinin sahibkar torpağında, xanlıqlar dövründə xan özünün yaxın adamları ilə bərabər xanlıq ləğv olunduqdan sonra bu torpaqlar Rus xəzinəsinə keçmişdi. Ona görə də burada həm dövlət kəndliləri, həm də sahibkar kəndliləri vardı. Bax, bunların nə qədərinin dövlət kəndlisi, sahibkar kəndlisi, bunların içərisində nə qədər bəy, din xadimi və s. olması da bu kameral siyahı almalarda vardır və biz də Ağdam rayonunun Mərzili və bəzi başqa kəndlərindən repressiyaya məruz qalmışlar adlı əsərimizdə də bu barədə geniş bəhs etmişik və maraqlanan bizim dinləyicilərimiz də oradan bunu daha geniş şəkildə öyrənə bilərlər. Mərzili cəmaatı əsas etibarilə heyvandarlıq, maldarlıqla məşğul olmuşlar. Amma onların, xüsusilə qadınların əsas peşələrindən biri xalçaçılıq olmuşdur. Xalça burada çox geniş yayılmışdı. Həm də sizə deyim ki, möcüzə idi ki, bu insanlar o qədər güclü yaddaşa malik idilər ki, kiminsə kənar bir yerdə xalçasını görəndə onun çeşnisini sanki gözü fotoymuş kimi çəkirdi və bir müddətdən sonra onu xalçaya çevirirdi. Və qəribədir ki, o dövrdə hələ santimetr, simmetriya və s. keçməyən bizim analarımız bunu necə bütün simmetriyanı gözləməklə hər kvadrat santimetrdə vurulan ilmələrin sayını necə müəyyənləşdirmişdi və biz bəzən onu da deyim ki, bizim xalçalar əsas etibarilə uçsuz bucaqsız göy çəmənlik, yelən və göl hissələri çiçəkli idi. Amma onun qıraqlarında diqqətlə baxdıqda bunu yalnız xalçaçılıqdan başı çıxan adamlar görürdülər ki, bu həm də orada hansı tayfaya məxsus olduğunu bildirən tamğalar da var, işarələr də var və bunu diqqətlə baxdıqda əslində biz bunun 24 Oğuz boyunun bu tamğanın hansına daha yaxın olduğunu bilirik və ona uyğun da bu ərazidə yaşayan tayfaların Oğuzun hansı qolundan olduğunu da sübut eləyə bilirik. Ona görə də bizim cəmaatın xalçaçılığa bağlılığı onun çox qədim tarixə malik olduğunun göstəricisidir. Çox maraqlı bir məsələni də deyim ki, xalçaçılıqda bəzən müəyyən tayfa və yaxud da o tayfanın tirəsi öz xalçasını qətiyyən toylarda divardan asmırdı. Çünki bilirdi ki, onu o biri qadınlar görən kimi dərhal gedib o çeşindən birində ot oxuyacaqdı.
Bəzən çeşniyə gəlib borc istəyirdilər ki, xalçanı xahiş edirlər, ver, biz də o çeşniyə baxaq. Onu deyirlər ki, yox, ancaq bunların evində qalırlar. Mənim yadımdadır ki, bizim qohum-əqrabanın da evlərində 100-150 illik tarixi olan, həm də çox olduqca maraqlı çeşnisi olan xalçalar vardı. Xalçalar da, onu da deyim ki, adətən tez xalçanı başa gətirmək üçün onun arğacın pambıqdan eləyirdilər. Çox az adam onu da yundan eləyirdi. Nəticədə o qədər yumşaq və gözəl olurdu ki, ona baxmaqdan da doymaq olmurdu. Biz uşaqlıq və gəncliyimiz bax o xalçaların üstündə aşaraq, yüyürərək onun üzərində böyümüşdük. Bizim maldarlıqla məşğul olan cəmaatımızda aşağısı Qoşaburun deyilən ərazidən, sonra gəlirdi bəri eşək keçməz vardı, sonra Qobu vardı, Qanlıdərə və bu biri tərəf 40 hektar və s. kimi ərazidə Mərzilinin 20 mindən artıq qoyunu vardı və biz də adətən əmmin ikisi, böyük əmmim Bəylər dədəm və Şəmil əmmi fermada olduqlarına görə dərs bağlanan kimi hökmən ora qaçırdım. Və beləliklə biz həyatımızın bir hissəsini, bax o quzuların mələşməsi, analarının altına onu boşlayarkən o anası ilə onun balası necə tapması, adları yox, qışqırmır bunun, özü gedib anasını tapırdı, o hisslə, duyğu ilə və s. Biz bax o hisslə böyüyürdük, amma biraz keçəndən sonra biz gedirdik dağa. Dağa da adətən əslində qoyunlar iki yolla gedirdi. Biri Şuşa istiqamətindən, Laçın tərəfdən gedirdi, Xocalıdan keçib gedirdilər. Digər bir yolu Ağdərə yolu idi ki, o da gedirdi yenə Laçından. Düz gedib çıxırdılar, əvvəlcə Qaranlıq dərəsi deyirdik ora. Çünki o dövrdə hələ Dəli Dağ demək ki, qarla örtülü idi, ora maşın getmirdi. Yalnız iyun ayının axırlarına yaxın artıq Dəli Dağda qar əridiyinə görə Kəlbəcərdən Taxta deyilən ərazidən isti suya qalxandan sonra sağ tərəfdə Eyvazallar, Tatallar yurduydu. Sol tərəfi isə Gəlin Qayası, Sultan Heydar, Nəsir düzü. Oradan gedirdi artıq bizim el obamızın, qohum-əqrabanın düşdüyü yerlər idi ki, orada Ağçay idi. O Ağçaya çatanda sol tərəfdə Ağluq deyilən bir yer vardı. O dərinin üstündə orada rəhmətli Qoca dayı Xurdu müəllimdə bir bulaq düzəltmişlər. O təpəni aşandan sonra isə artıq Dörbənd gəlirdi. Dörbənd bulağı gözəl bir bulağıdır. O Dörbənd bulağının üstündən sonra isə gedirdi aşağı Fərməş qayası, Fərməş qayasının aşağısından Molla bulağı vardı. Oradan sonra biz Qaranlıq deyilən ərazi idi. Orada da o qədər gözəl sular vardı. Həm də termal sular da vardı. Orada olarkən xəstəliyi olan adamlar, məsələn, deyək ki, revmatizmi olanlar, hansısa bədənində bir ağrı olanlar, bir isti su vardı, oraya girirdilər. Bəzən insanlar müxtəlif dəri xəstəlikləri olanlar vardı. Çox qəribədir ki, o laboratoriya olmayan şəraitdə, sular yoxlanmadığı bir vəziyyətdə onlar necə bilmişlər ki, bu dəri üçündür, bax bu. Hər deyim ki, sizə o isti suyu da içmirdilər. Ondan bir qədər aralıda ayrıca bir isti su vardı, yalnız onu içirdilər. Təbii ki, onların da böyründə bulaq vardı, Nuru dərəsi deyilən ərazidə də gözəl bulaqlar vardı. Mənim ana tərəfimdən Nurulardı və onların adı ilə bağlı idi o dərədə. Bax, həmin dərə boyu da artıq iyun ayında yenidən biz öküzlərə yüklənirdik. Onu da deyim ki, yüklənərkən fərməşlər olurdu. Bir sözlə, Dəli Dağ Kəlbəcərin ən möcüzəvi yeri. Mərzili cəmaatının yaylağı idi. Bəli, Mərzili cəmaatının yaylağı idi. Bir tərəfi Muxtökən deyilən olduqca sərt qayalığıdır. At gedəndə demək olar ki, onun nalı düşürdü. Aşağı tərəfində isə dümdüz, gözəl, göz işlədikən çəmənli idi. Mən sizə deyim ki, əgər oradan minlərlə çiçək var idisə, inanın ki, siz deyəcəksiniz, yox, azdır. Ancaq çiçəkli idi. Bir dənə də olsun ağac bitmirdi. Volkanı çəmənli idi. Və təsəvvür eləyin, orada otlayan heyvanın pendirindən və yağının iyindən isə ümumiyyətlə doymaq mümkün deyildi. Araldan uy adamı vururdu. Yeri gəlmişkən bizim dağ həyatımızın ki, oradan sonra pərməşlərə yığılıb Dəli Dağa gəlirdi. Artıq
isti su yolu ilə. Fərməş boğçadır, yekə. Bəli, Belə. yekə böyük, indiki anlamda desək sandığıdır. Amma onun təbii ki ağzının dadı yoxdur. Qıraqlarından iplər də xüsusi məxsus olaraq toxunurdu. Sicimə bənzər kəndir idi, daha qalın. Onlar da çəkilib örtülürdü. Adətən döşəklər ora yığılırdı, yorğanlar. Bir də çoxuşaqlı ailə olduğuna görə bunların hər birinə hər bir at vermək olmurdu. Bəzən o xurcun salırdılar. Xurcun nisbətən kiçik idi. Uşaqları da xurcuna salırdılar. Orada da o çəkisin uyğun olaraq hansı arıq olanda onun böyrünə biraz daş qoyurdular ki, o birisi ilə üst-üstə gəlsin ki, atın yükü onları yıxmasın və s. Bax belə biz gəlirdik Laçına. Laçında Zor Keşiş kəndi vardı. Oradan düşürdük. Artıq qaranlıqda orada adamlarımıza sifariş göndərirdik ki, atları, öküzləri göndərsinlər. Atı, öküzü göndərirdilər və biz yığışıb təzdən bir 3 saat yarım atın və öküzün üstündə, fərməşlərin üstündə və yaxud da xurcunun içində yol gedib təzdən orada çadırlar qurulurdu. Və orada demək olar ki, bir aya yaxın qalırdıq. İyunun axırı, iyulun əvvəlində artıq yenidən ata minərək Qaranlıq dərəsindən Fərməş qayası deyilən ərazidən düşürdük Molla bulağının yanına, Dəli dağa və demək olar ki, avqustun sonuna qədər də orada qalırdıq. Bir də orada at yarışları olurdu. Əlbəttə, orada bizim həyatımızın ən gözəl günlərinin biri orada olurdu. Xüsusən biz uşaqlar üçün. Adətən cəmaat kiçik toy məclislərini o vaxta salırlar. Çünki yayda isti olduğuna görə o xəstəlik tapa bilərdi. Demək olar ki, hər bir adamın da qohum əqrabası orada fermada vardı və orada olarkən də fermadan adamlar atla gəlirdilər. Dərhal kiçik toy məclisi deyəndə biz çıxırdıq dağın yuxarı hissəsindən baxaq ki, görə at yarışında kimi ötəcəkdi, kimin atı birinci çatacaqdı. Və o adamlar da, bir qadirlər də, xüsusən də ayrı-ayrı adamlar da bilirdilər ki, hamı kənardan bunların azarkeşidir və gözləyir ki, kim ötəcəkdir. Məxsusi bir əda ilə onlar atların yarış edirlər. Yarış da haradasa bir 500 metrə falana qədər, bəzən yalan olmasın, at yarışı olurdu və biz də həm onlar gedəndən 1-2 saat sonra da gözləyirdik ki, indi qaydanda yenə yarış olacaq. Səadət xanım, ən əsası o toylarda bizim üçün maraqlısı. Biz toylarda demək olar ki, aşıq musiqisinə qulaq asırdıq. Amma payızda qayıtdıqdan sonra öz kəndimizdə, el obamızda isə artıq bizim ənənəvi toylarımız olurdu və bu da 2 gün olurdu. Orada da muğam oxunurdu və orada da demək olar ki, mağarın bir hissəsində qadınlar, bir hissəsində kişilər əyləşirdi. Başda padşah deyirdik biz o vaxt. Onun da fərraşı olurdu. Kim səs eləyəndə cəzalandırmaq və yaxud da onu meydana çəkərək rəqs eləmək, göstəriş vermək və s. kimi belə gözəl adət də vardı və biz Dəli dağda bunu müşahidə edirdik. Dəli dağda bir də biz adətən 4 qardaşın uşaqları bir bibimgillə gedirdik. Bibim bu 4 qardaşın hərəsinin 2-3 uşağı özününki ilə bərabər bunlara baxırdı. Paltaryan maşın olmadığı, qabyan maşın olmadığı bir dövrdə bu insanlar o qədər mehriban idi ki, bunların hamısını yola verirdi və bir də o Dəli dağda ən çox darıxırdıq qaymaqdan ötürü. Çünki o heyvanın qaymağını ki, sərirdilər böyük teşlərə, ləyənlərə və biz də səhər-səhər onu böyük ləzzətlə o qaymağı yeyirdik. Sonra da gedirdik çilyağac oynamağa, yaxud da mətə qorumaq oynamağa. Bəzən də biz gedirdik, orada qar qalırdı hələ. O qarı istəyirdik ki, özümüzün bir alüminiumdan balaca kuruşka deyirdik o dövrdə. Alüminiumdan onu götürürdük. Xahiş eləyirdik qoyun yanına bir orada çobana ki, bunu saxsın bizə versin. İçinə qar töküb qarışdırırdıq. Bunu biz təbii marojniya çevirirdik. Sizə deyim ki, biz o dövrdə gedəndə bəzən çoban deyirdi ki, yox, bu qardan olmaz. Tay niyə deyəndə deyirdi ki, çünki bu qurtludur. İnanmırdıq. Deyirdik ki, bu yəqin ki, bizə qoyundan süd sağmağa icazə vermir. Sonra görürdük ki, biz küsürük, inciyirik, buna inanmadıq. Bizi çağırırdı yanına, çomağı ilə belə qarı təmizləyirdi. Sonra qurdu göstərir, deyirdi, görürsən. Məlum olurdu ki, bu qabaqki illərdən qalan qardır, ona görə qurtlayıbdı. Ona görə deyirdi, bax o deyir, o selav deyirdilər.
o selavdakı bu ilki qardı, o daha yaxşı qardı. İndi birazdan qoyunları ora aparacağım, gələrsiniz dalıncan. Mən də orada sağıb sizə verəcəm və beləliklə bizim dağ günlərimiz də olduqca maraqlı, şən keçirdi və inanın ki, avqustun axırında hava soyumasaydı və bir də sentyabrın birində dərs başlamasaydı, bəlkə də heç gəlmək istəməzdik. Amma məcburuduq ki, köçüb yenidən gələk. Bizim indi dayandığımız yer əslində belə demək mümkünsə Mərzili kəndinin bir növ mərkəzi hesab olunurdu. Həm də ona görə mərkəz ki, məktəb bax burada idi. Bunun o biri üst tərəfində internat 2 mərtəbəli məktəb vardı və bugün o internatdan demək olar ki, əsər əlamət qalmayıb. Onun üst tərəfində bu məktəbin stadionuydu, böyük stadionudur. Onun arxa tərəfində yenəndə isə Mərzili kənd xəstəxanası vardı. Eyni zamanda məndən bax bu sağ tərəfdə bizim 1901-1902-ci illərdə çəkilmiş kəhrizimiz vardı və bu kəhriz Abdalgülablı'nın yaxından orada Körobəy deyilən ərazinin yanından quyular vasitəsilə Mərzili kəndinə çəkilmişdi və onu da Mərzili cəmaatı Qızıllı Gülməmməd adı ilə tanınan rəhmətli Gülməmməd kişi, eyni zamanda Ədil Yüzbaşı bu ikisi çəkmişdilər və bu o qədər gözəl suyu vardı ki, təkcə bu kənd cəmaatı deyil, ətraf zonalardan olan insanlar da gəlib buradan su aparırlar. Eyni zamanda xüsusilə yay və payız aylarında bu ərazidən keçən heyvan sürüləri aparan adamlar da buradan həm heyvanları su içirdi. Bax, burada böyük bir göl vardı. Oradan su içirdilər. Eyni zamanda o tərəfdə isə kəndin dəyirmanı idi. İlk dəyirmanıdır və bunu vaxtilə rəhmətli Xudu müəllimin atası Surxay dayı titirmişdi. Onun arxa tərəfində isə vaxtilə 1938-39-cu illərdə yenə də rəhmətli Surxay kişi hamam titirmişdi. Sonradan onu deyim ki, bu hamam kənd arxivinə çevrilmişdi. O kənd arxivində işləyən də kinofilm Qaraxan deyirlər. Bir maraqlı məsələni də deyim ki, olduqca bu adam fitrən istedadlı bir adam idi. 70-ci illərdə Azərbaycan Radiosunda bulaq verilişində rəhmətli Məluqa xanımla Səməndər Rızayev aparırdı. Demək olar ki, hər 2 həftədən bir həmin Qaraxan kişinin göndərdiyi materiallar da orada, o folklorla bağlı olanlar, bayatılar da orada səslənirdi. Sonradan da həmin yerdə 80-ci illərin əvvəllərində rəhmətli Qoca dayı orada bir xalça arteli açmışdı. Onu da deyim ki, orada toxunan xalçaların bir neçəsinin çeşnisini də bizim dəyərli alimimiz Xudu müəllim vermişdi. Bax, bu sol tərəfdəki Mərzili kənd orta məktəbi idi. Onu da deyim ki, bu orta məktəb kənd adamlarının bütövlükdə ehtiyacını ödəmədiyinə görə sonradan onun arxa tərəfində əlavə bir tikilmişdi. Sonra onun böyründə sonralar 80-ci illərin ortalarında 83-84-cü illərdə ayrıca bir fizika kabineti dikildi. Amma bütün bunlar yenə kənd cəmaatının ehtiyacını ödəmədiyinə görə Tipavoy orta məktəb layihəsi əsasında məktəb tikintisinə başlanmışdı. Onun demək olar ki, padvalı da tikilmişdi. Lakin erməni işğalı başladığına görə yarımçıq qaldı. Amma ora gətirilən tikinti materialları ermənilərə qarşı döyüşlərdə qazılan səngərlərdə istifadə elədi və biz bugün də həmin səngərlərdə onu görə bilirik. Bax, bu orta məktəb 1962-ci ildə tikilmişdi. Ona qədər indi dayandığımız yer həm də ona görə mərkəzdir ki, bax, bunun o biri tərəfində də kərpişdən bir 8 illik məktəb vardı. 2 məktəbdə yerləşirdi. Onun həyəti demək olar ki, kolxoz avtomobil bazasının demək olar ki, iç-içə idi və ona görə də avtomobillərin səsindən və s. orada durmaq olmurdu. Ona görə də o dövrdə 1962-ci ilə qədər bu məktəbin 8 illiyini qurtaran adamlar demək olar ki, Noruzu kəndinə gedirdi. Özə maraqlıdır ki, buradan Noruzu kəndinə təxminən bir 4-5 kilometr olardı. Demək olar ki, istər yay, isti, istərsə yağış, qar, bütün havalarda buradan olan adamlar ora dərsə gedirdilər. Həm də təkcə oğlanlar yox, qızlar da onlarla bərabər dərsə gedib gəlirdilər Noruz Orta Məktəbinə. Amma 1962-ci ildə nəhayət xalqın istəyi gerçəkləşdi. Burada Mərzili kənd Orta Məktəbi açıldı.
Çox böyük məktəb idi, sizə deyim ki, mən də 1962-ci ildə elə açılanda birinci sinifə gedən ilk şagirdlərdən biri olmuşdum. Amma talih elə gətirdi ki, mən 1976-81-ci illərdə institutu qurtardıqdan sonra çox gənc yaşımda, 22 yaşından gəldim, burada müəllim işlədim və 5 il burada müəllim kimi çalışandan sonra Bakı Dövlət Universitetinin aspirantura, əyani aspiranturaya qəbul olduğuna görə buradan getdim. Amma bu məktəbin sizə deyim ki, çox tanınmış şagirdləri olubdu ki, bunlar təkcə Azərbaycanı Respublikada deyil, Respublikanın kənarlarında, çox-çox uzaqlarda da tanıdır. Əvvəla deyim ki, bizim kəndin yetirmələrindən biri Xudu müəllim dünyada tanınan bir şəxsdir. Çox doğru deyirlər ki, elmin vətəni yoxdur, alimin vətəni var. Xudu müəllim o baxımdan Mərzili kəndindən olsa da, amma o təkcə Mərzili cəmaatına da, Ağdam cəmaatına, Qarabağ el obasına deyil, Azərbaycana da deyil. Sizə deyim ki, dünyaya məxsus bir insanıdır. Çünki onun elədiyi kəşfdən dünya xalqları bəhrələnmişdi. Ona görə də belə adamlarla tərəqqipərvər, daha geniş düşünən elm adamları hər biri onu özününki hesab eləyir. Təbii ki, biz də fəxr eləyirik ki, Xudu müəllim burada göz açmışdı. Bir şey də deyim ki, biz orta məktəbdə şagird olarkən, bizim məktəbə tez-tez kəndimizin ziyalısı olan Xudu müəllim, eyni zamanda onunla bərabər Bəxtiyar Vahabzadə də tez-tez məktəblərə gəlirdi və biz də həmişə çox ehtiyat elirdik ki, qəflətən onlar gələndə bizə bir sual verirlər. Bilməyəndə Xudu müəllimə yaxşı olmaz. Ona görə gərək biz yaxşı oxuyaq ki, onun yanında gəldiyi adam da utanmasın, arxayın olsun ki, bu şagirdlər də hamısı Xudu müəllimə layiq oxuyurlar. Başqa bir ziyalımız Yusuf Səmədov da həmişə bu məktəbə gəlirdi, ünsiyyət bağlayırdı, dərslərin keçirilməsi, çətinliklərlə bağlı maraqlanırdı. Mən sizə deyim ki, bəlkə də Respublikada ya ikinci, ya üçüncü bir məktəbidir ki, burada riyaziyyat kabineti o dövrdə yenicə kompüter çıxırdı. Çox nadir hallarda idi ki, o özünün bütövlükdə Moskva və SSR-in müxtəlif yerlərindəki əlaqələrini istifadə edərək bütöv bir məktəbi o dövrdə çox gənc, 24 yaşında şərəf nişanı ordeni almış, sonra 1-ci Qarabağ müharibəsində döyüşlərdə olduqca fədakarcasına çalışan Qarakənd yaxınlığındakı döyüşdə çənəsinin yarısını güllə aparmışdı. Amma ona baxmayaraq o sona qədər döyüşmüşdü və qazi idi. Firdovsi Qasımovdu. Ona ayrıca bir kabinet təşkil olmuşdu. O riyaziyyatı demək olar ki, şeir kimi deyirdi. O qədər həvəsli deyirdi. Bu kənddə çalışan müəllimlər o qədər məsuliyyətli, savadlı idi ki, bir neçə ildən sonra əksinə Səadət xanım demək olar ki, qonşu kəndlərdən olan gənclər buraya oxumağa gəldilər. O dövrdə də sizə deyim ki, Mərzili kənd orta məktəbində Bayram Bayramov adlı bir müəllim, yerli sakin direktordur. O ümumiyyətlə maarif fədaisi idi. Və demək olar ki, bəlkə də buna çox haqlı olaraq müəllimliyin Bayram müəllim zirvəsi də deyirlər, çox doğru da bunu deyirlər. Çünki onun dövründə məktəbdəki nizam-intizam, dərslərin səviyyəsi bütün demək olar ki, hər tərəfdə fərqli idi. Bu məktəbdən başqa, Səadət xanım, ümumiyyətlə Mərzilidə kəndin yuxarı hissəsində bir 4 illik ibtidai sinif də var idi. Kənd çünki çox böyük idi, oradan kiçik yaşlı uşaqların hamısı bura gələ bilmirdi. Həm də məsələn, o dövrdə kənd adamlarının xeyli hissəsi, deyək ki, Şühralı deyilən ərazidə, Qoşaburunda və s. də fermada yaşadığına görə ibtidai sinifə onlar burada gəlib qohum evində də qala bilmirdilər və ona görə bir ibtidai sinif də fermada yaradılmışdı. Ferma ibtidai məktəbidir. Həm də 4-cü sinifdən yuxarıda olan uşaqların evlərinə gedib gəlməsi çətin olduğuna görə bu məktəbin həyətində bir neçə ildən sonra artıq 70-ci illərin əvvəllərində internat tikilmişdi. Çox tipavoy bir internat idi, gözəl internat idi və ata-anası kənarda yaşayan adamlar orada qalırdı və orada da hər cür şərait yaradılmışdı. Xüsusilə onların dərsdən sonraki dərslərin hazırlaması, məsəl və misalların olunması, günlərinin məktəb şagirdinə layiq şəkildə tərtib edilməsinə xüsusi diqqət yetirilirdi. Bizim cəmaatın təhsili və elm dalınca getməsində heç şübhəsiz ki, bir neçə adamın xüsusi rolu var ki, bunların içərisində birinci yerdə Xudu müəllim gedirdi. Demək olar ki, o dövrdə ali təhsil almaq istəyənlər, həm də ali təhsili qurtardıqdan sonra öz yollarını istehsalata mı, yoxsa elmə mi getmək məsələsi olanda hökmən Xudu müəllimlə məsləhətləşərdilər. Xudu müəllimdən sonra bu yolu onunla təxminən bərabər şəkildə
Yusuf Səmədov davam elətdirmişdi. Yusuf müəllim vaxtı ilə Baykonurda o kosmik aerodromun tikilməsində, Kubada neft ayırma zavodlarının inşasında və s. də xüsusi rolu olmuşdu. Texnika elmləri doktoruydu. Ondan başqa Mərzli kəndində fizika riyaziyyat elmləri doktoru Misir Rəhimov, eyni zamanda Şahlar və Rüstəm Əzizovların xüsusi rolu vardı. Ondan sonraki nəsillərin içərisində çoxdur. Tarix, ədəbiyyat, psixologiya, pedaqogika, yəni elmin ən müxtəlif sahələri üzrə çoxlu sayda adamlar olmuşdu. Amma bir daha vurğulamaq istəyirəm ki, bunların içərisində Xudu müəllimin həm bir nümunə kimi, həm də həmişə adamlara olduqca praktik, doğru məsləhət verməsi ilə bağlı məsləhət verirdi. Yer gəlmişkən deyim ki, o dövrdə Xudu müəllimdən sonra gedən bir neçə nəsil, onlar hamısı elmiş götürüb müdafiə eləmişdilər. Amma onlardan heç də savad baxımından geri qalmayanın birin rəhmətli Xudu müəllim bir dəfə danlayır ki, Əşrəf, sən nə üçün müdafiə eləmirsən? Elmiş götürüb yazmırsan, vaxtını boş işlərə sərf eləyirsən. O da o dövrdə Azərbaycan İstihbarat Quşçuluq Sənayesi Nazirliyində baş mühasib işləyirdi. Son dərəcə hazır cavab bir adamıdır. Bildirir ki, Xudu müəllim, mən müdafiə eləyərəm işlədiyim sahə üzrə. Amma Sovet və Komünist Partiyasının Mərkəzi Komitəsi toyuqçuluq və quşçuluq haqqında hansı fikir irəli sürüb, onu tapa bilmədiyimə görə mən elmiş yaza bilməyəcəm deyib vəziyyətdən çıxmışdı. Yəni, demək istəyirəm ki, bu kənddən gedən adamların hamısının elm dalınca getməsinə Xudu müəllim həm də məsləhət verirdi, yol göstərirdi. Hansısa bir çətinlik olanda çox doğru yol göstərirdi. Yəni, Xudu müəllimin böyüklüyü burasında idi ki, o bizim kimi gənclərin görə bilmədiyi, hələ qiymətləndirmədiyi məsələləri elə rakursdan baxırdı ki, o həqiqətən sonra anlayırdıq ki, bu milli əhəmiyyət daşıyır. Türk xeyrinə olan qərarlardır və gedişlərdir. O baxımdan da biz bu məktəbin yetirmələrinin böyük əksəriyyətinin dediyim kimi Azərbaycanda deyil, deyək ki, Rusiyada, Avropada, Amerikada da müxtəlif vəzifələrdə çalışdığını görürük. Məsələn, bu məktəbin getirmələrindən bir neçəsi indi Rusiyada, Sankt-Peterburg şəhərində riyaziyyatdan kafedra müdürü vəzifəsində işləyir. Hüquq kafedrasında müəllim işləyənləri var. Xudu müəllim amma buranı bitirməyib. Xeyr, Xudu müəllim ibtidai sinifi burada qutardı, sonra Noruzu məktəbini oxudu, ondan sonra Ağdam bir nömrəli məktəbi bitirmişdi. Amma sizə deyim ki, bu məktəblə həmişə bağlı idi. Ümumiyyətlə, onun ruhu bu kəndə bağlı olur. Tamamilə doğrudur. Sadə adamlarla bağlı idi. Biz Xudu müəllimi dağa gedəndə orada dağda çobanlarla səmimi söhbət eləyən görürdük. Ora gedərkən həm də müxtəlif daşları toplayan, onları diqqətlə seçən, özü ilə götürüb aparan görürdük və bu da ona baxan adamlara təsir eləyirdi. Əvvəllər əhəmiyyət vermədiyi çayların, məsələn, Ağçay deyirdik, o Ağçayın və digər çayların qırağında olan daşlara fikir verirdik. Xudu müəllim getdiyi yerlərdə, məsələn, Şuralının yanında bir gözəl bulaq demişdi, üstündə də gözəl bir bayatı yazmışdı. Yeri gəlmişkən deyim ki, ondan sonra adamların əksəriyyəti bax getdiyi yerdə elə bir bulaq tikərək iz qoymaq ənənəsini də yaratdı. Məsələn, rəhmətlik qoca dayı Dəli Dağda bir bulaq demişdi o da və s. Yəni, bunlar hamısı insanlara nümunəvi təsir göstərirdi. Yəni, həm kimyaçı idi, həm mimar idi. Belə qəribə bir müxtəlif sahələri eyni peşəkarlıqla birləşdirirdi. Tamamilə doğrudur. Səadət xanım, o ensiklopedik biliyə malik idi. Əslində ixtisasca geoloq olsa da, amma kimyanı geologiyadan, hər ikisini fizikadan, riyaziyyatı bunun üçündən də yaxşı bilirdi. Amma sizə deyim ki, bunların hamısından yaxşı təsviri sənəti bilirdi. Məsələn, o ilk dəfə biz tələb edik, Puzuri xalçası. Puzuri xalçasının bu tətbiqi sənətin Türk tarixinin öyrənilməsindəki yeri və əhəmiyyətini mən tələbə olarkən ilk dəfə ondan eşitmişdim. Və sonra adi ana və bacılarımızın, nənələrimizin toxuduğu xallara sadəcə üstündə gəzdiyimiz bir xalça kimi yanaşırdıq. Amma Xudu müəllimin o izahından sonra artıq ona bir sənət əsəri kimi yanaşmağa başladıq. Oradakı gül və çiçəklərin bir qisminin tamğa olduğunu anladıq və bunların necə böyük ustalıqla simmetriya təşkil edildiyinin fərqinə vardıq. Həm də bəzi xalçaların quruluşunu hətta
atomun sadə quruluşu ilə müqayisə eləyərək bildirmiş ki, bu möcüzəli bir işdir ki, bu elmdən xəbəri olmayan bizim qoca nənələrimiz necə bunu yarada bilibdilər. Və bizim həm də bir sıra qədim naxışlarımızla tamamilə üst-üstə düşən, deyək ki, Oğuznamələrdə o 24 Oğuz boyuna aid olan tamğalarla tamamilə eyniyyət təşkil edildiyini biz ondan sonra başa düşdük. Ona görə də o təkcə bir elmə mənsub deyildi. Ədəbiyyatı, tarixi xüsusilə çox sevirdi və tarixin ayrı-ayrı cəhətlərin çox maraqlanırdı. Məsələn, mənim yadımdadır ki, bizim cəmaət xalçaçılıqla məşğul oldu, gözəl xalça toxuyurdular. Amma Sovet işğalı gəlib adamların əlindən əmlakın aldıqdan, müsadirə etdikdən sonra onların ata, əmi, dayıların həbs etdikdən sonra yarımçıq olan xalçanın qalan hissəsini demək olar ki, yalnız qara rənglə toxumuşlar. Yəni bu insan rejimə öz etirazını başqa cür gücü çatmadığına görə xalçadan o qara toxumaqla heyfini ondan alırdı və keçən yüzyılın 70-ci illərin əvvəllərinə qədər o xalçanı mən görmüşdüm. Təəssüf ki, 80-ci illərin ortalarında onu axtararkən dedilər ki, o dövrdə yeni fabrik xalçaları vardı. Çox işbaz adamlar gəlib kəndə daxil olaraq insanlardan o köhnə xalçaları toxuyub alıb aparırlar və o xalçanı da heyif ki, alıb aparmışdılar. Yəni Xudu müəllim məsələn sonra burada xalçaçılıq arteli açılanda son dərəcə gözəl bir naxış əsasında gözəl bir çeşni hazırlamışdı və beləliklə o hansı sahəyə baş vururdusa çalışırdı ki, onu mükəmməl öyrənsin. Mən sizə deyim ki, bunların da bəlkə də hamısından da mükəmməl onun bayatılarıdır. O qədər gözəl, yadda qalan, məsələn, dünyadan umma şəkər. Bayatçının biri gör necəydi. Bu gündən olduğu ilə dəqiq səsləşir ha. Dünyadan umma şəkər, başımızda tırp əkər. Dərdimiz yetim qalsa bizdən sonra kim çəkər? Biz yəni məsələn 80-ci illərin sonlarında romantik şəkildə elə bilirdik ki, xarici ölkəyə qərb dərhal bizi qucaqlayacaqdır, bizim dərdimizi anlayacaq, bizə qarşı olan haqsızlıq və ədalətsizliyə onlar da etirazını bildirəcək. Onlara arxayın olduq, gördük ki, sonra heç bir kömək yoxdur və nəticədə özümüzdən başqa bizə kömək heç hardan gəlmədi. Ona görə deyir ki, dərdimizə umma şəkər, başımızda tırp əkər. Biz özümüz də bilməsək bizim dərdimiz yetim qalar. Şükürlər olsun ki, biz 44 günlük vətən müharibəsindən sonra o dərdimizə özümüz şəkər tapdıq və bugün də elə onun gözəl günlərindən biridir ki, burada çəkiliş aparırsınız. Mən də həyatımın ən gözəl günlərindən birini 1962-72-ci illər arasında orta məktəbdə oxuduğum məktəbin qarşısında çıxış eləyirəm. 76-81-ci ildə müəllim işlədiyim məktəbin qarşısındayım. Yəni həyatımın ən gözəl çağlarının keçdiyi bir yerdir. Ona görə əlbəttə biz şəhidlərimizə minnətdarlığımızı bildiririk. Onları ehtiramla yad edirik. Qazilərimizə can sağlığı arzulayırıq. Təbii ki, ordumuz və zabitlərimiz çox böyük zəhmət çəkiblər. Onlara minnətdarlığımız sonsuzdur və bunların hamısını təşkil edən şübhəsiz ki, Ali Baş Komandandır, ölkə prezidentidir. Ona da öz çox sağ olumuzu deyirik ki, bizə belə gözəl gün yaşatdı. 44 günlük vətən müharibəsi ilə yanaşı, o antiterror əməliyyatından sonra isə möcüzəli bir şəkildə ümumiyyətlə 200 ildən bəri Azərbaycan torpaqlarının altında basılmış minasız bir torpaqlarımıza gəldik, çıxdıq. Yatsaq yuxumuza girməzdi ki, belə bir dövrana gəlib çıxarıq. Ona görə də əlbəttə belə bir yerə gəlib çıxmaq çox böyük xoşbaxtlıqdır. Sovet rejiminin dağıldığı dövrdə məlumdur ki, imperiya öz varlığını qoruyub saxlamaq üçün ermənilərlə Azərbaycanlılar arasında millətlər arası qırğın törətdi. Təbii ki, imperiyanın məqsədi öz varlığını qoruyub saxlamaq olduğu halda ermənilərin isə məqsədi bizim torpaqlarımızı ələ keçirərək Ermənistan torpağına qatıb ərazisini genişləndirməkdən ibarət idi. Belə bir vaxtda biz sadəlövhcəsinə Moskvaya şikayət eləməklə hər şeyin yoluna düşəcəyini güman eləyirdik. Ərizələr yazırdıq, şikayətə gedirdik. O dövrdə mən Bakı Dövlət Universitetində aspirant olduğum dövrdə bizim universitetin müəllimləri də 12 və 16 səhifəli arayış yazmışlar və aparıb Moskvada müvafiq idarələrə çatdırdıq. Amma sonra anladıq ki, bu işi eləyən elə onlar özləridir.
Və qayıdıb gəldikdən sonra hər hansı bir şikayətin xeyrinin olmadığını görüb könüllü ordu yaradıldı. Bizim qohum əqrəba da könüllü ordunun içərisində idi. Mən faktiki olaraq demək olar ki, dərsdən getmirdim və həmişə döyüşən ordumuzun yanındaydım. O dövrdə döyüşən ordumuza Mərzili ziyalıları da yaxından köməklik göstərdi. Məsələn, bunların içərisində mən Rafael Əzovun gənc yaşlarından Ağdaş rayonunda 26 yaşından rəis işləyirdi. Demək olar ki, günü buradakı döyüşçülərin yanındaydı və onu Sovet əskərlərindən alınan silah, sursat və s. ilə təchiz edirdi. Ən böyük kömək edən şəxslərdən biri həmin dövrdə Yusuf Səmədov idi. O, SSR Neft Mühəndisləri Təkmilləşmə İnstitutunun Bakı filialının direktoru idi və demək olar ki, ilk dəfə bəlkə könüllü ordunun içərisində gecə gördüyü cihazlarını döyüşən orduya köməkliyə gətirirdi. Təkcə belə silah-sursat deyil, ərzaq, corab, ayaqqabı və s. də gətirirdi. Belə köməkləri eləyənin biri həm də Feruz Mustafayevdir. O uzun müddət Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi işləmişdi, nazir vəzifəsində çalışırdı. Yəni Mərzili ziyalıları, vəzifədə olanlar da bura kömək edirdi. Amma ən əsası Mərzili gəncləri özü könüllü orduya yazılmışdılar. Bu könüllü ordunun xeyli hissəsi Mərzili Orta Məktəbinin müəllimləri təşkil edirdi. Həmin dövrdə onlar kəndin ayrı-ayrı hissələrin postlara bölmüşdülər. Hər gecə kimlər hansı saatdan hansı saata qədər post olacağını müəyyənləşdirmişlər. O dövrdə kolxozun sədri olan Bayram Bayramov da onların ərzaqla təchizatına köməklik göstərirdi. Eyni zamanda onların bir hissəsi maliyyə cəhətdən imkansız olduğuna görə onların evlərinə kolxozun mal və qoyunundan kəsib göndərilməsi və s. təmin olurdu. Yəni insanlar bütün gücü ilə bu işğala müqavimət göstərməyə çalışırdı. Amma bunlar o qədər primitiv üsullarla olurdu. Həmin dövrdə isə xüsusi komitə yaradılmışdı General Safanovun rəhbərliyi altında və bu Safanov da açıq-aşkar ermənilərə kömək edirdi. Hətta sizə deyim ki, general olmasına baxmayaraq Qarakəndlə Mərzili arasında Ağdam Xocavənd o dövrdə Martun adlanırdı. O körpünün altına mina qoyarkən Mərzili uşaqları onu tutmuşdular və o dövrdə bütün Moskvada Azərbaycan Komünist Partiyasının rəhbərliyi, xüsusi komitənin rəhbərliyi və s. hamısı işə qarışmışlar ki, onu cəzalandırmasınlar, General Safanovu azad eləsinlər. Yəni onlar gecələr ermənilərə kömək edirdi, gündüz də Azərbaycanlılara kömək edirdi ki, qızışsınlar və bu adamlar qırsınlar və beləliklə də bir qədər sonra tədricən Azərbaycanlıların əvvəl ermənilərlə qarşı yaşadığı kəndlər Azərbaycanlılardan təmizləndi, öldürüldü və müxtəlif yollarla onlar azad olundu. O dövrdə Ağdam və Mərzili də belə bir odun içərisində idi. Mərzili xüsusilə Xocavənd tərəfdən Qaradağlı, Kuropatkin, Əmralılar, eyni zamanda Xocavəndin özünün içərisində yaşayan Azərbaycanlıların və digər ərazilərdən gələnlərin mərkəzinə çevrilmişdi və onların yerləşdirilməsi, təmin olunması və s.ni Ağdam şəhəri ilə bərabər həm də sərhədyanı bölgədə olan Mərzili kəndi yerinə yetirməli olurdu. Amma təbii ki, bunlar yerinə yetirildikdən xüsusilə Xocalıq soyqırımından sonra artıq 366-cı alayın və eyni zamanda o dövrdə Sovet ordusunun ermənilərin tərəfində vuruşması vəziyyəti dəyişdi və ermənilər 93-cü ildə artıq müntəzəm olaraq bu kəndə hücum elədilər və könüllü ordu vasitəsilə onun qarşısını almaq mümkün olmadı və 93-cü ilin iyununda təəssüf ki, ermənilər 2 dəfə bu kəndə hücum eləyib, kəndin bir hissəsini yandırdıqdan sonra iyul ayında isə kəndi tamamilə işğal elədilər və biz bir də 2020-ci ildən sonra nəhayət bu torpaqlarımızı işğaldan azad olunmasını gördük, sevindik və nəhayət öz doğma yurdumuza qayıda bildik. Bu kəndin övladları ümumən 1-ci və 2-ci Qarabağ müharibəsində 60-a yaxın şəhid olubdur. Daha dəqiq desək 16-sı mülkü, 42-si isə döyüşən ordudan. Əgər biz iş başında güllələnmiş Mikail Gözəlovu və milli hərəkat başlayarkən o darısqal yerdə ürəyə partlayıb dözməyən Xudu müəllimi də o şəhid qisminə əlavə eləsək 60 nəfər olur. Bunların içərisində 4-ü 2-ci Qarabağ müharibəsi dövründə,
Digərləri isə demək olar ki, 1-ci Qarabağ müharibəsində əldə silah döyüşüb şəhid olan adamlardır. Çox gənc yaşlarında onlar cəsarətlə, qorxmadan ermənilərə qarşı döyüşdə öz canlarını şəhid vermişlər. Yeri gəlmişkən deyim ki, qədrbilən cəmaatımız, torpaqlarımız minalardan təmizləndiyi günün demək olar ki, səhərisi onlara gənclər xüsusilə 1970-ci il təvəllüdlü o dövrdə əldə silah döyüşən gənclərin xüsusilə əksəriyyəti təşəbbüs göstərərək kəndin girəcək tərəfində xüsusilə Ağdam, Abdalgülablı istiqamətinin, Xocavənd yolu istiqamətindən gələrkən kəndin yanında hündür bir yerdə onların hər birinin şəklini qoyublar. Sonra isə qəbristanlıqda onların bir qismi dəfn olunmuşdu və orada abad bir şəraitdə o adamlara abidə uzatmışlar və bu baxımdan da bu insanların xatirəsi bizim üçün əzizdir. Yeri gəlmişkən deyim ki, onların bir qismi məsələn Nizami həkim, ali təhsilli həkim idi. O vaxtilə Xocavənd rayonunda göz həkimi işləmişdi. Bir neçə ildən sonra Ağdam Göz Xəstəxanasında işlədi. Başqaları kimi o da öz həkimliyi ilə məşğul ola bilərdi, yaxud da arxada yaralanan adamlara kömək eləyə bilərdi. Amma mən şahidiyəm ki, xüsusilə Qaraqaya postu tərəfdən, Şelli tərəfdən olan hücumlarda da Nizami həmişə demək olar ki, döyüşün ön postunda olurdu. Çünki həmin döyüşlərdə biz də onların yanında olurduq. Demək olar ki, oradan çəkilmirdik və o dövrdə 93-cü ildə Nizami də rəhmətli Allahverdi Bağırovla eyni gündə düşmənin bastırdığı minaya düşmüşlər və onun Mərcə kənd qəbristanlığında dəfnində də gəldi iştirak elədi. Tarixən hələ 20-ci yüzilin əvvəllərində vaxtilə bu elin içərisində dızıq qara, uzun göğüş deyilən kişilər vardı. Bunlar adətən el davasında qollarına hansısa bir iri dəsmal bağlayaraq demək olar ki, mübaliğə olmasın, yarım ləşkər döyüşçünün qabağında dayanan kişilər idi. Və ona görə bizim çox dəyərli şairlərimizdən olan Ənvər Əhməd, Azərbaycan Yazıçılar İttifaqının Qarabağ bölməsinin sədri onlara ayrıca bir poema həsr eləmişdi. Ümumiyyətlə bu döyüşkənlik, torpağa bağlılıq cəmaatın canında idi. Bunun lap son dövrlərdə bizim nəslin və bizdən sonrakilərin daha yaxşı tanıdığı adamlardan biri Mikail Gözəlovudur. Son dərəcə cəsarətli, qorxmaz bir şəxs idi. Dəfələrlə Şuşa rayon icra hakimiyyətinin başçısı olarkən ona xəbərdarlıq edilmişdi ki, Xankəndindən atılan güllələrə cavab verilməsin. Amma o heç vaxt buna razı olmamışdı ki, nə qədər ermənilər oradan bizə, Şuşa tərəfinə güllə və ya top atsalar, biz onun 2 mislini atacağıq deyirdi və onu dəfələrlə xəbərdar eləsələr də amma dediyindən dönməmişdi. O son dərəcə qoçaq, cəsarətli adam idi. Özü və ailəsi sona qədər orada qaldığına görə Şuşa şəhərində adamların bir hissəsi tam əmindirlər ki, Şuşaya heç nə olmayacaq. Əgər bir şey olsa, yəqin ki, Gözəlov deyirdilər, özdə buna adını demirdilər. Gözəlov yəqin ki, öz ailəsinin uşağını çoxdan Ağdama, Mərziliyə və yaxud Ağcabədiyə göndərərdi. Amma Mikail bunu eləməmişdi. Çox qoçaq adamlardan biri İmran dayının uşaqları idi. Bu çox nadir adamlardandır ki, insanların əksəriyyətinin fərqli olaraq 3 oğlu şəhid olduqdan sonra o biri oğlanlarında geri çəkməmişdi. Əksinə Zahidə də ürəkdirək verirdi ki, qardaşlarının da və döyüşçülərinin də həm qisasını almalı, həm də torpaqlarımızın azad olmasında iştirak eləməlidir. Bu kəndin dili olsa sizə nə deyərdi? Şübhəsiz ki, dili olsa birinci növbədə qınıyardı. Nədən 30 il onu biz bu yağların tapdaq altına verdik deyə qınıyardı. Mənə belə gəlir ki. Amma əlbəttə görüşəndən sonra bunun bizdən asılı olmadığını ona deyib, onun torpağından öpüb, üzr istəyib, məni bağışlamasını xahiş eləyərdim. Mən inanıram ki, o torpaq da məni bağışlayardı. Çünki o səmimi şəkildə bilir ki, biz bu torpağı nəyinsə müqabilində qoyub getməmişik. Nəyinsə müqabilində ona kiməsə bağışlamamışıq. Çünki bəlkə qandan keçmək olar, amma torpaqdan keçmək olmazdı. Bəs siz bugün nə deyirsiniz bu kəndə? Deyirəm ki, kaşkə, əlbəttə atalı, analı, əmili, dayılı, əmişaqlı o xoşbəxt günlərimiz getdi. Onları qaytarmaq mümkün deyil. Amma heç olmasa o qalan adamlarla birgə bu torpaqda ömrümüzün qalan hissəsini keçirmək ən böyük arzumuzdur. Həm də
zamanında ağsaqqal və ağbirçəklərdən əks elədiyimizi biz də axı pərən-pərən düşmüş və bu kəndin özünə məxsusluğun yaddan çıxarmış insanlara ötürməliyik biz. Varisi prinsipini təmin eləməliyik. Əgər biz yenə pərən-pərən düşəcəksə, bu kənddə bir yerdə o adət-ənənələrimizi dirçəldə bilməyəcəksə, bəs bu varisi prinsipi harada qala bilərdi? Bilirsiniz, bunlar Azərbaycan xalqının biz milli mənəvi dəyərləri ki deyirik. Bax, o dəyərləri biz o adamlardan öyrənmişdik. İndi istəyirik biz eyni zamanda bu kəndin 60'a qədər rayonuna səpələnmiş gənc nəslinə ötürək bunu. Bəs bir yerdə yaşamasaq necə ötürəcəyik bu? Mərzili ola bilər kənarda bir yer sarsınır. Amma mərzililiyi necə bunlara ötürə biləcəyik biz? Birgə yaşamaq, o böyüklük, ağbirçəklik, ağsaqqallıq, xeyir və şərdə insanların bir-birinə əl tutması, yardımlaşması, köməklik göstərməsi və s. Bəs bu əxlaqı bunlara harda aşıya biləcək? Ona görə də ən böyük arzularımın biri bu mərzililiyi gənc nəslə ötürməkdən ibarətdir.